Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Məsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində 4 sot torpaqda bir böyük zalı, eyni zamanda 2 böyük otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət ev satılır. Sənədi ilkin sənəddir. Yəni ev daşınmaz əmlakının özünün adınadır. Vaxtilə işləyib həmin bax deməli organizasiyadan bu torpaq sahəsini alıb, eyni zamanda özü tikdirib. Yəni mən hal-hazırda sizə bağçasını göstərirəm. 2 ədəd yox, deməli mətbəxin bir də ki otaqlardan birinin altı badvaldır. Splaşını bax buradan deməli axıra qədər badvaldır. 20-nin 20-yədir ölçüsü. Qarşıda deməli 4-ün 5-ə bax belə bir əldamı var. Üç tərəfdən gördüyünüz kimi barısı var. İndi evin üst hissəsini göstərirəm. 2 tonluq su bakı var. Qiyməti 53 min manatdır. Qiymətində savsem bir balaca razılaşma olmalıdır. Eyni zamanda o sözdə demək mümkündür ki, yəni razılaşma olmalıdır. Deməli bu həyət evi Seviş qəsəbəsində, bağışlayın, Məsəti qəsəbəsində 16 nömrəlinin deməli getdiyi yoldan bax bu həyət evinə qədər olan məsafə maksimum 50-70 metrdir. Yenidən bax mən sizə deməli zala giriş hissəsini göstərəm. Burası hamamıdır. Təxminən 2 metrlikdən sonra hamamdır. Yəni bunu göstərmək istədim. İnsə hamamına daxil oluram. Qiymətim 53 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bax bura deməli razyevalkasıdır. Gördüyünüz kimi bura bu zonadır. Burası deməli hamamıdır. Hamam harca bir yarımın 2-yədir, yaxud da 2 yarımadır. Bu cür böyükdür. Bu cür böyükdə dedikdə yəni bu cürdür. 21 nömrəli orta məktəb yaxınlıqda yerləşir. Bax bu həyət evi deməli Məsəti qəsəbəsində yerləşən 21 nömrəli məktəbinin aşağı, savsem aşağı tərəfi demək mümkündür. Hal-hazırda siz zalını görürsünüz. Zalın uzunluğu 9, eni 4 metrdir. Bax təmirini necə görürsünüz bu cürdə var. Qiyməti 53 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Mətbəx mebeli evdə qalır. Bax hal-hazırda mətbəx mebelini göstərirəm mən sizə. 4-ün 4-dədir. Polları möhkəmdir. Bax həmin dediyim ilkin sənəd vasitəsilə ancaq etibarnamə yolu ilə satılır. Bələdiyyə torpağıdır. Ev sahibinin, yəni daşınmaz əmlakının özünün adınadır. Bura isə ikinci otaqdır. Bax bu otaqların ölçüsü 4-ün deməli 7-yədir. Yox, bura 4-ün 6-yadır, o birisi 4-ün 7-yədir. Bax hal-hazırda mən sizə deməli bax otaqlardan birini göstərirəm. Bax 16 nömrəli marşrut təxminən yox, hardasa 50-70 metrliyindən keçir bu həyət evinin. Bura isə deməli ikinci otaqdır. Buranın ölçüsü 4-ün 7-yədir. Qiyməti 53 min manatdır. Qiymətində razılaşma olmalıdır. Sizlərə uğurlar.